Qoç. Marsın dinamik enerjisi sizi hərəkətə keçməyə məcbur etsə də, tələskənlik etmək yerinə strateji planlara üstünlük verməlisiniz. İş mühitində rəhbərliyin diqqətini çəkəcək təkliflərlə çıxış etmək üçün əlverişli zəmindəsiniz. Kollektiv daxilində yaranan kiçik anlaşılmazlıqları böyütmədən həll etmək nüfuzunuzu artıracaq. Maddi məsələlərdə xərclərinizi cilovlamaq gələcək investisiyalarınız üçün mühüm əhəmiyyət kəsb edir. Köhnə borcların qaytarılması və ya gözlənilməz kiçik gəlirlər büdcənizi bir qədər rahatlada bilər. Şəxsi həyatda tərəfdaşınızın hisslərinə qarşı daha həssas yanaşmağınız münasibətlərdəki soyuqluğu aradan qaldıracaq. Subay qoçlar üçün yeni tanışlıqlar ilk baxışda qeyri-ciddi görünə bilər, lakin zamana buraxmaqda fayda var. Daxili dünyanızda baş qaldıran narahatlığı idman və ya fiziki aktivliklə dəf etmək mümkündür. Özünüzə olan inamınızı sarsıdan insanlardan uzaq durmaq psixoloji sağlığınızın qarantıdır. Sosial çevrənizdə sözü keçən bir şəxsdən alacağınız məsləhət perspektivlərinizi tamamilə dəyişə bilər. Dostlarınızla keçirəcəyiniz vaxt sizə itirdiyiniz motivasiyanı geri qaytaracaq. Yollarda diqqətli olmaq və texnoloji cihazlarla ehtiyatlı davranmaq vacibdir. Sənədləşmə işlərində imza atmazdan əvvəl hər bir bəndi təkrar oxumaq sizi böyük itkilərdən qoruyacaq. Həyatınızda yeni bir səhifə açmaq üçün keçmişin yükündən tamamilə qurtulmağınız tələb olunur. Yuxu rejiminə riayət etmək zehni kəskinliyinizi qorumağa kömək edəcək. Başqalarının problemlərini öz çiyninizə götürməkdən imtina edin. Hər hansı bir riskli addım atmazdan əvvəl mütəxəssis rəyi almağınız tövsiyə olunur. Günün sonunda özünüzlə tək qalmaq və gələcək hədəflərinizi vizuallaşdırmaq ruhunuza yaxşı təsir edəcək. Təbiət qoynunda gəzinti zehni yorğunluğunuzu minimuma endirə bilər. Buğa. Sabitliyi sevən təbiətiniz bu dövrdə dəyişikliklərə qarşı müəyyən müqavimət göstərə bilər, lakin yeniliklərə qucaq açmaq qaçılmazdır. Karyera pillələrində irəliləmək üçün əlavə biliklər əldə etmək və ya kurslara yazılmaq vaxtıdır. Ofis daxilindəki gizli rəqabətdən uzaq durmaqla enerjinizi daha məhsuldar işlərə sərf edə bilərsiniz. Maliyyə tərəfdən böyük alış-verişlər etməzdən əvvəl ailə büdcəsini yenidən nəzərdən keçirməyinizdə xeyir var. Qənaət rejimini tətbiq etmək sizi yaxın aylarda yarana biləcək krizislərdən sığortalayacaq. Sevgi münasibətlərində səmimiyyət və dürüstlük ən böyük silahınız olmalıdır. Partnyorunuzla gələcək planlar barədə ciddi söhbətlər etmək üçün uyğun atmosfer yaranıb. Yalnız olanlar üçün köhnə bir tanışın yenidən həyatınıza daxil olması hisslərinizi qarışdıra bilər. Psixoloji olaraq özünüzü daha güclü hiss etmək üçün yaradıcılıqla məşğul olmaq effektiv üsuldur. Ətrafdakıların tənqidlərinə qarşı dözümlü olmaq və onları inkişafınız üçün bir vasitə kimi görmək sizi ucaldar. Sosial statusunuzu möhkəmləndirəcək tədbirlərə qatılmaq fürsətini qaçırmayın. Tanımadığınız insanların verdiyi vədlərə kör-körənə inanmaq xəyal qırıqlığına səbəb ola bilər. Sağlamlıq məsələlərində boğaz və boyun nahiyəsinə xüsusi diqqət yetirməyiniz lazımdır. Gözlənilməz bir xəbər planlarınızın istiqamətini dəyişsə də, bu əslində sizin xeyrinizə olacaq. Səbirli davranmaq ən çətin düyünləri belə açmağa imkan verəcək. Ev daxilindəki kiçik təmirlər və ya dekorasiya dəyişikliyi enerjinizi müsbətə doğru dəyişəcək. Mətbəx işlərində ehtiyatlı olmaq və kəsici alətlərlə diqqətli davranmaq lazımdır. Başqasına borc vermək məsələsində biraz xəsis davranmaq sonradan peşman olmamağınız üçün mütləqdir. Özünüzə zaman ayırmaq və hobbilərinizlə məşğul olmaq həyat eşqinizi artıracaq. Hər şeyin mükəmməl olmasını gözləmək yerinə olanlarla xoşbəxt olmağı öyrənməlisiniz. Əkizlər. Zehni fəaliyyətinizin zirvədə olduğu bir mərhələdəsiniz və bu intellektual layihələrdə uğur qazanmağınıza vəsilə olacaq. İş yerində informasiya axınını düzgün idarə etmək sizi həmkarlarınızdan bir addım öndə tutacaq. Yeni tərəfdaşlıqlar və müqavilələr üçün danışıqlar aparmaq uğurlu nəticələr vəd edir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün alternativ qazanc yolları axtarmağınız meyvəsini verəcək. Pul idarəçiliyində emosional qərarlardan qaçmaq və məntiqlə hərəkət etmək lazımdır. Sevgi həyatınızda maraqlı və sürprizlərlə dolu bir ünsiyyət dövrü başlayır. Həyat yoldaşınızla olan fikir ayrılıqlarını yumor hissiniz sayəsində asanlıqla yoluna qoya bilərsiniz. Yeni insanlarla tanışlıq zamanı özünüz haqqında çox sir verməməyə çalışın. Psixoloji gərginliyi azaltmaq üçün meditasiya və ya nəfəs məşqləri etmək faydalıdır. Motivasiyanızı yüksək tutmaq üçün uğurlarınızı kiçik olsa da qeyd etməyi unutmayın.
Sosial mediada keçirdiyiniz vaxtı məhdudlaşdırmaq real həyatdakı əlaqələrinizi gücləndirəcək. Köhnə bir dostunuzun sizə ehtiyacı olduğunu hiss edə bilərsiniz, ona dəstək olmaq ruhunuzu dincəldəcək. Gözlənilməz səyahət təklifləri gündəmə gələ bilər və bu sizə yeni üfüqlər açacaq. Elektron poçtlarınızı və mesajlarınızı diqqətlə yoxlayın, vacib bir məlumatı gözünüzdən qaçıra bilərsiniz. İmmunitetinizi gücləndirmək üçün vitamin balansına diqqət yetirməyiniz şərtdir. Diqqət dağınıqlığına yol verməmək üçün eyni anda bir neçə işlə məşğul olmaqdan çəkinin. Ətrafınızdakı insanların manipulyasiyalarına qarşı oyaq olun və öz doğrularınızdan sapmayın. Yarımçıq qalmış təhsil və ya kurs işlərini tamamlamaq üçün mükəmməl zamandır. Sözlərinizin gücünü dərk edin və kimisə qırmadan əvvəl 2 dəfə düşünün. Maddi yardıma ehtiyacı olanlara imkan daxilində əl tutmaq qarşınıza yeni qapılar açacaq. Həyatın dinamikasına uyğunlaşmaq sizi daha çevik və dözümlü biri halına gətirəcək. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə emosiyalarınızı peşəkar qərarlarınıza qarışdırmamağa çalışmalısınız. İş yerində rəhbərliyin təzyiqi hiss oluna bilər, lakin səbirli davranmaq mövqeyinizi qorumağa kömək edəcək. Kollektiv daxilindəki dedikodulardan uzaq durmaq enerjinizi daha mühüm layihələrə yönəltməyinizə şərait yaradacaq. Maddi məsələlərdə ailə üzvləri ilə məsləhətləşmək gözlənilməz xərclərin qarşısını ala bilər. İnvestisiya etmək planınız varsa, riskli təkliflərdən qaçıb daha etibarlı sahələrə yönəlməyiniz məsləhətdir. Şəxsi münasibətlərdə qarşı tərəfdən həddindən artıq qayğı gözləmək kiçik incikliklərə səbəb ola bilər. Tərəfdaşınıza özünü ifadə etmək üçün daha çox məkan tanımaq bağlarınızı möhkəmləndirəcək. Yalnız olan xərçənglər keçmiş sevgi hekayələrini xatırlamaq yerinə gələcəyə baxmağa başlamalıdırlar. Daxili huzur tapmaq üçün su ilə bağlı prosedurlar və ya dəniz kənarında gəzinti ruhunuzu təzələyəcək. Psixoloji yorğunluq hiss etdiyiniz anlarda mütaliə etmək sizi başqa dünyalara aparıb gərginliyinizi azalda bilər. Sosial mühitlərdə köhnə dostlarla görüşmək sizə itirdiyiniz motivasiyanı yenidən qazandıracaq. Başqalarının problemlərinə emosional yanaşmaq sizi tükəndirə bilər, odur ki, müəyyən sərhədlər qoymağı öyrənin. Gözlənilməz ev qəzalarına qarşı diqqətli olmaq, xüsusilə elektrik cihazları ilə ehtiyatlı davranmaq lazımdır. Uzaqdan gələn bir xəbər planlaşdırdığınız səfərin tarixini dəyişdirə bilər. Qidalanma rejiminizdə maye qəbulunu artırmaq bədəninizin tonusunu yüksəldəcək. Özünüzə olan inamınızı artırmaq üçün keçmiş uğurlarınızı analiz etməyiniz faydalıdır. Kreativ ideyalarınızı kağıza köçürmək sonradan onlardan böyük işlərdə istifadə etməyinizə yol açacaq. Başqasının sirrini saxlamaq məsuliyyəti sizə ağır gələ bilər, bu barədə əvvəlcədən düşünün. Yaxınlarınıza ayıracağınız keyfiyyətli vaxt evdəki ab-havanı müsbətə doğru dəyişəcək. Şəxsi inkişafınız üçün yeni bir hobbi seçmək zehni elastikliyinizi qoruyacaq. Günün sonunda əldə etdiyiniz kiçik nailiyyətlər üçün şükür etmək mənəvi gücünüzü artıracaq. Şiir. Liderlik xüsusiyyətlərinizin ön plana çıxdığı bir atmosferdə ətrafınızdakıları idarə etmək bacarığınız sınana bilər. İş həyatında iddialı layihələrin öhdəsindən gəlmək üçün komanda işinə daha çox önəm verməlisiniz. Şəxsi egonuzu bir kənara qoyub başqalarının fikirlərini dinləmək sizi daha hörmətli bir rəhbərə çevirəcək. Maliyyə baxımından lüks xərclərə meyliniz artsa da, büdcənizin tarazlığını qorumaq məcburiyyətindəsiniz. Gözlənilməz gəlir mənbələri yarana bilər, lakin bu pulları dərhal xərcləmək yerinə borclarınızı bağlamağa yönəldin. Sevgi həyatınızda ehtiraslı anlar yaşansa da, qısqanclıq hissini nəzarətdə saxlamağınız vacibdir. Partnyorunuzun uğurlarını səmimi qəlbdən təbrik etmək münasibətlərinizə yeni rəng qatacaq. Sosial çevrənizdə diqqət mərkəzində olmaq enerjinizi yüksəltsə də, bəzi insanların paxıllığına səbəb ola bilər. Psixoloji olaraq özünüzü təsdiq etmək ehtiyacı hiss edə bilərsiniz, lakin dəyərinizin başqalarının rəyindən asılı olmadığını unutmayın. Motivasiyanızı artırmaq üçün idman salonuna getmək və ya aktiv fiziki işlərlə məşğul olmaq effektivdir. Dostlarınızla təşkil edəcəyiniz kiçik bir yığıncaq həftənin yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. Gözlənilməz zənglər və ya təkliflər iş proqramınızı alt-üst edə bilər, çevik olmağa çalışın. Sağlamlıq tərəfdən onurğa və bel nahiyənizi həddindən artıq yükləməməyə diqqət edin. Kimsə sizdən kömək istədikdə öz maraqlarınızı tamamilə qurban vermədən dəstək olmağı öyrənin. Yaradıcılığınızı nümayiş etdirmək üçün qarşınıza çıxan fürsətləri cəsarətlə dəyərləndirin.
Xarici görünüşünüzdə edəcəyiniz kiçik bir dəyişiklik özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq. Başqalarının işlərinə müdaxilə etmək yerinə öz hədəflərinizə fokuslanmaq vaxt itkisinin qarşısını alacaq. Səyahət planlarınız varsa, nəqliyyat vasitələrinin vəziyyətini əvvəlcədən yoxlamağınız tövsiyə olunur. Günün sonunda qazandığınız təcrübələri dəftərçənizə qeyd etmək gələcək addımlarınız üçün bələdçi olacaq. Qız. Detallara olan həssaslığınız iş prosesində mükəmməl nəticələr əldə etməyinizə kömək edəcək. Karyeranızda nizam-intizamı qorumaq sizi həmkarlarınız arasında daha etibarlı kadr kimi tanıdacaq. İş yerində yaranan texniki problemləri analiz etmək və həll yolu tapmaq üçün sizin məntiqli yanaşmanıza ehtiyac duyulacaq. Maddi vəziyyətinizi analiz edərkən xırda qənaətlərin uzunmüddətli perspektivdə nə qədər faydalı olduğunu görəcəksiniz. Hesablamalarda diqqətli olun, çünki kiçik bir rəqəm xətası büdcənizdə uyğunsuzluq yarada bilər. Sevgi münasibətlərində qarşı tərəfi tənqid etməkdən qaçıb, onun müsbət cəhətlərinə fokuslanmağınız münasibəti xilas edəcək. Hisslərinizi daha açıq ifadə etmək tərəfdaşınızın sizə olan etibarını gücləndirəcək. Yalnız olanlar üçün intellektual səviyyəsi yüksək olan biri ilə maraqlı söhbət başlaya bilər. Psixoloji olaraq hər şeyi nəzarət altında saxlamaq istəyiniz sizi yora bilər, bəzən axınla getməyi sınayın. Stressi azaltmaq üçün bitki çaylarından və ya aromaterapiyadan istifadə etmək sizə yaxşı təsir edəcək. Sosial həyatda daha çox müşahidəçi mövqedə qalmağınız ətrafdakıların simasını görməyinizə şərait yaradacaq. Dostlarınızın məsləhətlərini dinləyin, lakin son qərarı həmişə öz məntiqinizlə verin. Gözlənilməz qonaqlar və ya planlaşdırılmamış görüşlər gününüzü rəngarəng edə bilər. Ev heyvanlarınız varsa, onların sağlamlığı ilə bağlı kiçik bir narahatlıq yarana bilər, laqeyd yanaşmayın. Sağlam qidalanma prinsiplərinə sadiq qalmaq həzm sisteminizin qaydasında qalmasını təmin edəcək. İş sənədlərini arxivləşdirmək və iş masanızı nizama salmaq zehni dağınıqlığınızı aradan qaldıracaq. Yeni bir şey öyrənmək üçün qarşınıza çıxan məlumatları diqqətlə süzgəcdən keçirin. Söz verdiyiniz işləri vaxtında çatdırmaq üçün zamanın idarə edilməsi texnikalarından istifadə edin. Başqalarının şəxsi həyatı barədə fikir yürütməmək nüfuzunuzu qorumağın ən yaxşı yoludur. Tərəzi. Ətrafınızda harmoniyanı bərpa etmək istəyiniz iş mühitindəki gərginlikləri yumşaltmaq üçün sizə əla imkanlar verəcək. Karyeranızda diplomatik qabiliyyətiniz sayəsində həll olunmaz görünən münaqişələrin açarını tapacaqsınız. Ortaq layihələrdə vəzifə bölgüsünü ədalətli aparmaq həm nüfuzunuzu, həm də işin məhsuldarlığını artıracaq. Maddi məsələlərdə estetikaya olan meyliniz sizi lazımsız xərclərə sövq edə bilər, odur ki, büdcənizi qorumaq üçün ehtiyatlı olun. Uzun müddətli yığım planlarınıza sadiq qalmaq gələcək maliyyə azadlığınızın təməlini qoyacaq. Sevgi münasibətlərində qarşılıqlı güzəştlər etmək tərəfdaşınızla aranızdakı bağı daha da dərinləşdirəcək. Subay tərəzilər üçün yeni bir tanışlıq ciddi və uzun müddətli bir əlaqənin başlanğıcı ola bilər. Psixoloji olaraq daxili tərəzinizi tarazlamaq üçün sənətlə məşğul olmaq və ya musiqi dinləmək sizə müsbət enerji verəcək. Motivasiyanızı artırmaq üçün özünüzü mükafatlandırmağı və nailiyyətlərinizi kiçik görməməyi öyrənin. Sosial əlaqələrinizdə yeni simalarla tanış olmaq sizə fərqli perspektivlər qazandıra bilər. Başqalarının problemlərini həll edərkən öz ehtiyaclarınızı arxa plana atmamağa diqqət yetirin. Gözlənilməz rəsmi dəvətlər və ya sənəd işləri günün axarını sürətləndirə bilər. Ev daxilindəki sükunəti qorumaq üçün kiçik mübahisələri görməzdən gəlmək ən yaxşı taktikadır. Sağlamlıq tərəfdən böyrəklərinizi qorumaq üçün su balansına xüsusi diqqət yetirməlisiniz. Köhnə bir dostdan gələn sürpriz zəng sizdə xoş xatirələr oyadacaq. Yaradıcı işlərdə fərqli rənglər və üslublar sınamaqdan çəkinməyin. Ətrafdakıların rəyi sizin üçün vacib olsa da, son qərarda öz daxili səsinizə güvənin. Səyahət planlarınızda baş verə biləcək kiçik gecikmələrə qarşı öncədən alternativlər hazırlayın. İmzalamalı olduğunuz müqavilələrin hüquqi tərəflərini bir daha araşdırmaq gələcəkdə sizi çətinliklərdən qurtaracaq. Həyatın gözəlliklərini görməyə çalışmaq mənəviyyatınızı zənginləşdirəcək. Axşam saatlarında təkliyə çəkilib daxili mühakimə aparmaq ruhunuzu dincəldəcək. Əqrəb. İntuisiyanızın olduqca kəskinləşdiyi bir dövrdə insanların əsl niyyətlərini sezmək sizin üçün çətin olmayacaq. İş həyatında strateji planlar qurmaq və rəqiblərinizdən gizli addımlar atmaq sizi uğura aparan əsas amildir.
Karyeranızda köklü dəyişikliklər etmək istəyirsinizsə, bunun üçün zəruri olan araşdırmaları indi tamamlamalısınız. Maddi tərəfdən birgə mülkiyyət və ya miras məsələləri gündəmə gələ bilər ki, burada soyuqqanlılıq vacibdir. Gəlirlərinizi gizli saxlamaq və investisiyalarınızı səssizcə idarə etmək sizin xeyrinizə işləyəcək. Sevgi həyatınızda dərin emosional bağlılıq axtarışınız partnyorunuz tərəfindən müsbət qarşılanacaq. Gizli qalan bəzi həqiqətlərin üzə çıxması münasibətlərdə yenidən etimad qurulmasını tələb edə bilər. Psixoloji olaraq daxili gücünüzü kəşf etmək üçün meditasiya və ya dərindən düşünmə seansları keçirməyiniz tövsiyə olunur. Ölkə xaricində yaşayan şəxslərdən və ya uzaq tanışlardan maraqlı məlumatlar ala bilərsiniz. Sosial mühitdə sir saxlamaq qabiliyyətiniz sizi əvəzedilməz bir sirdaş edəcək. Motivasiyanızı pozan mənfi enerjili insanları həyatınızdan uzaqlaşdırmaq üçün cəsarətli olun. Gözlənilməz texniki xətalar vacib işlərinizi bir qədər gecikdirə bilər, ehtiyatlı davranın. Sağlamlıq baxımından reproduktiv sistemə və ümumi enerji səviyyənizə diqqət yetirməlisiniz. Özünüzü yeniləmək üçün köhnə əşyalardan və ya zərərli vərdişlərdən birdəfəlik qurtulmaq vaxtıdır. Başqalarının sizin haqqınızda nə düşündüyünü deyil, öz hədəflərinizə nə dərəcədə yaxın olduğunuzu düşünün. Riskli maliyyə əməliyyatlarından qaçmaq bu dövrdə ən ağıllı addımdır. Yuxularınızda görəcəyiniz işarələri düzgün yozmaq sizə gələcəklə bağlı ipucu verə bilər. Dostlarınızla olan diyaloqlarda tənqidi deyil, dəstəkləyici tərəf olmağa çalışın. İş sənədlərini arxivləyərkən gizli qovluqların təhlükəsizliyini təmin edin. Hər hansı bir çətinliklə qarşılaşdıqda öz daxili regenerasiya gücünüzə inanın. Günün sonunda əldə etdiyiniz məxfi məlumatları analiz etmək strateji üstünlük qazandıracaq. Ox atan. Macəraçı ruhunuz sizi yeni biliklər və fərqli mədəniyyətlərlə tanış olmağa sövq edəcək. Karyera yolunuzda beynəlxalq əlaqələr və ya uzaq məsafəli işlər perspektivli imkanlar yarada bilər. İş mühitində optimist yanaşmanız kollektivin ruh yüksəkliyini artıracaq və çətin tapşırıqları asanlaşdıracaq. Maddi məsələlərdə şansınıza güvənmək yerinə real hesablamalara əsaslanmaq sizi gözlənilməz itkilərdən qoruyacaq. Xeyriyyəçiliklə məşğul olmaq və ya ehtiyacı olanlara kömək etmək ruzinizi bərəkətləndirəcək. Sevgi həyatınızda azadlıq və müstəqillik istəyiniz qarşı tərəfdə yanlış anlaşılmalara yol açmamalıdır. Münasibətlərdə səmimi və dürüst olmaq ən mürəkkəb vəziyyətlərdən belə başuca çıxmağınıza kömək edəcək. Psixoloji olaraq fəlsəfi düşüncələrə dalmaq və həyatın mənasını dərk etməyə çalışmaq sizə mənəvi rahatlıq verəcək. Motivasiyanızı daim saxlamaq üçün özünüzə uzaq mənzilli, lakin real hədəflər qoyun. Sosial çevrənizdə nüfuzlu insanların dəstəyini qazanmaq gələcək layihələriniz üçün vacib ola bilər. Gözlənilməz səyahət təklifləri planlarınızı dəyişdirsə də onlardan imtina etməyə tələsməyin. Hüquqi məsələlərdə və ya məhkəmə ilə bağlı işlərdə müsbət irəliləyişlər gözlənilir. Sağlamlıq baxımından qaraciyərinizi yükləməməli və qidalanmada yağlı yeməklərdən uzaq durmalısınız. Özünüzü inkişaf etdirmək üçün yeni dil öyrənmək və ya elmi araşdırmalar etmək zehni aktivliyinizi artıracaq. Dostlarınızla keçirəcəyiniz şən vaxtlar stresinizi minimuma endirəcək. İdmanla məşğul olarkən ayaq nahiyənizi və oynaqlarınızı artıq yüklənmədən qoruyun. Söz verdiyiniz insanlara qarşı məsuliyyətli olmağınız etibarınızı zədələməyəcək. Yarımçıq qalmış kitabları və ya dərsləri tamamlamaq üçün ideal vaxtdır. Həyatın sizə gətirdiyi sürprizləri böyük bir maraqla qarşılayın. Hər bir çətinliyin arxasında bir öyrənmə fürsəti olduğunu unutmayın. Axşam saatlarında gələcək səfərləriniz üçün marşrutlar cızmaq əhvalınızı yüksəldəcək. Oğlaq. Karyera hədəflərinizə fokuslanmaq və peşəkar intizamınızı qorumaq üçün olduqca əlverişli bir zəmindəsiniz. İş mühitində üzərinizə götürdüyünüz öhdəlikləri vaxtından əvvəl icra etmək nüfuzunuzun artmasına səbəb olacaq. Uzun müddətli layihələrin təməlini qoymaq üçün göstərdiyiniz səylər rəhbərliyin diqqətindən qaçmayacaq. Maddi məsələlərdə ehtiyatlılıq və uzaqgörənlik nümayiş etdirməyiniz büdcənizin sabitliyini təmin edir. Gözlənilməz xərclər yarana bilər, lakin əvvəlcədən ayırdığınız ehtiyat fondu sayəsində bu vəziyyətdən asanlıqla çıxacaqsınız. Sevgi münasibətlərində ciddiyyət və etibar axtarışınız tərəfdaşınızla olan bağları daha da möhkəmləndirir. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi tədbirlərdə maraqlı bir tanışlıq ehtimalı yüksəkdir. Psixoloji olaraq özünüzü bir qədər qapalı hiss edə bilərsiniz, lakin bu daxili səyahət özünüzü kəşf etmək üçün faydalıdır.
Motivasiyanızı yüksək tutmaq üçün kiçik uğurlarınızı böyük hədəflərin bir parçası kimi görməyə çalışın. Sosial həyatda daha çox keyfiyyətli və məqsədyönlü ünsiyyətə üstünlük verməyiniz vaxtınıza qənaət edəcək. Ailə böyüklərinin məsləhətləri və ya onların təcrübələri qarşınıza çıxan maneələri aşmaqda sizə yol göstərə bilər. Gözlənilməz sənədləşmə işləri və ya dövlət idarələri ilə bağlı məsələlər çevik hərəkət etməyinizi tələb edəcək. Sağlamlıq baxımından sümükləri və dişləri qorumaq, kalsium balansına diqqət etmək vacibdir. Özünüzə olan tələbkarlığı bir qədər azaldıb, dincəlməyə də vaxt ayırmağı unutmayın. Məsuliyyət duyğusunun sizi boğmasına icazə vermədən hobbilərinizlə məşğul olmaq ruhunuza yaxşı təsir edəcək. Yaşadığınız məkanda nizam-intizam yaratmaq zehni dağınıqlığınızı aradan qaldırmağa kömək edir. Köhnə borcların və ya öhdəliklərin bağlanması çiyinlərinizdən böyük bir yükü götürəcək. Yeni texnologiyaları mənimsəmək iş prosesinizi sürətləndirmək üçün əla fürsətdir. Başqalarının sizin haqqınızdakı səthi rəylərinə əhəmiyyət vermədən öz yolunuzla irəliləyin. Günün sonunda planlarınızın üstündən bir daha keçmək sabahki günə daha hazırlıqlı başlamağınızı təmin edəcək. Dolça. Yaradıcı düşüncələrinizin və fərqli ideyalarınızın ətrafdakılar tərəfindən heyrətlə qarşılandığı bir mərhələdəsiniz. İş həyatında standart metodlardan kənara çıxmaq sizə rəqibləriniz qarşısında üstünlük qazandıracaq. Komanda işində innovativ təkliflərlə çıxış etmək kollektivin iş prinsipini müsbətə doğru dəyişə bilər. Maliyyə tərəfdən texnoloji yeniliklərə və ya rəqəmsal aktivlərə investisiya etmək marağınız arta bilər. Maddi azadlığınızı qazanmaq üçün qeyri-ənənəvi qazanc yolları tapmaq potensialınız olduqca yüksəkdir. Sevgi həyatınızda dostluq və intellektual uyğunluq hisslərdən daha ön plana çıxmağa başlayır. Tərəfdaşınızla maraqlı elmi və ya sosial mövzularda söhbətlər etmək münasibətinizi intellektual səviyyəyə qaldıracaq. Yalnız olanlar üçün sosial şəbəkələr və ya onlayn platformalar vasitəsilə maraqlı bir ünsiyyət başlaya bilər. Psixoloji olaraq azadlıq hissinin artması sizə yeni layihələrə başlamaq üçün lazım olan cəsarəti verir. Motivasiyanızı artırmaq üçün gələcəyə yönəlmiş vizyoner planlar qurmaqdan çəkinməyin. Sosial çevrənizdə humanitar layihələrə və ya xeyriyyə işlərinə cəlb olunmağınız daxili məmnunluq yaradacaq. Gözlənilməz xəbərlər, uzaq məsafəli səfərlər və ya xaricdəki dostlarınızla bağlı ola bilər. Elektron cihazlarınızın nasazlığı və ya məlumat itkisinə qarşı ehtiyatlı davranaraq vacib faylları nüsxələyin. Sağlamlıq baxımından qan dövranına və ayaq nahiyəsinin gərginliyinə diqqət yetirmək lazımdır. Başqalarının sizi anlamadığını düşündüyünüz anlarda səbirli olun və özünüzü izah etməkdən qaçmayın. Yeni bir elm sahəsi və ya texniki bacarıq öyrənmək üçün qarşınıza çıxan şansları dəyərləndirin. Ətrafınızdakı insanların problemlərinə orijinal həll yolları tapmaqla hər kəsin rəğbətini qazanacaqsınız. Özünüzü cəmiyyətdən təcrid etmək yerinə fikir ayrılıqlarını bir zənginlik kimi qəbul etməyi öyrənin. Axşam saatlarında ulduzları seyr etmək və ya kosmosla bağlı nələrsə oxumaq sizə daxili genişlik hissi bəxş edəcək. Balıqlar. İntuisiyanızın və təxəyyülünüzün ən yüksək həddə çatdığı bu dövrdə yaradıcılıq tələb edən işlərdə möcüzələr yarada bilərsiniz. İş mühitində başqalarının hiss etmədiyi incəlikləri görməyiniz sizi problemlərin həllində əvəzedilməz edəcək. Karyeranızda rəqabətdən çox mənəvi dəyərləri ön plana çıxarmaq sizə daxili rahatlıq gətirəcək. Maliyyə məsələlərində xəyallara qapılmadan real mənzərəni görməyə çalışmaq sizi itkilərdən qoruyar. Gizli qalan maddi imkanlar və ya unudulmuş borcların geri qayıtması büdcənizə müsbət təsir edə bilər. Sevgi münasibətlərində romantizm və fədakarlıq ön planda olsa da özünüzü tamamilə itirməməyə çalışın. Partnyorunuzun emosional ehtiyaclarını qarşılamaqla yanaşı öz istəklərinizi də dilə gətirməyiniz tarazlıq üçün mütləqdir. Yalnız olanlar üçün sirli və cazibədar bir şəxslə tanışlıq ruhunuzda fırtınalar qopara bilər. Psixoloji olaraq həddindən artıq həssaslıqdan qorunmaq üçün meditasiya və ya dua etmək ruhunuza dinclik bəxş edəcək. Motivasiyanızı yüksəltmək üçün özünüzü yaradıcı ifadə formaları, rəsm, musiqi, yazı vasitəsilə nümayiş etdirin. Sosial əlaqələrinizdə empatiya qurmaq bacarığınız sayəsində bir çox insan sizdən təsəlli tapacaq. Gözlənilməz mistik hadisələr və ya maraqlı təsadüflər gününüzün gedişatına fərqli bir rəng qata bilər. Şayələrə və ya dəqiq olmayan məlumatlara əsaslanaraq qərar verməkdən qətiyyətlə çəkinin. Sağlamlıq baxımından ayaqlarınızı qorumalı və kifayət qədər dincəldiyinizə əmin olmalısınız.
Yuxularınızın mesajlarını düzgün analiz etmək sizə həyatda qarşılaşdığınız sualların cavabını verə bilər. Kiməsə yardım edərkən öz enerjinizi tamamilə tükətməməyə və yox deməyi öyrənməyə diqqət edin. Ətrafınızdakı mənfi enerjili insanlardan uzaq durmaq və ruhunuzu qorumaq üçün qalxan yaratmaq vacibdir.